burnundan gətirilməlidir. Sən bu hakimiyyətin çörəyini yeyib, bu hakimiyyətin ayağının altını qazırsan Ramiz Mehdiyev kimi bir köstəbəklə. Yəni bunu düşünmürsünüz ki, bu cida çuvalda gizlənməz, bunun bir gün üstü açılacaq. Və siz paramparça olacaqsınız. Bir gün onlar artıq paramparça olmaq ərəfəsindədirlər və eşitdiyim qədər Ramiz Mehdiyevdən tapşırıq alıblar ki, təcil nəyiniz varsa hamısını satın çıxın aradan. Aha. Bəli. Artıq notariuslara bizdə olan məlumata görə göstəriş verilib ki, bu adamların, bu qəbil insanların yəqin ki, təbii ki, siyahılar verilibdir. Alqı-satqı əməliyyatlarını dayandırın. Bunlar artıq oğurladıqlarını, taladıqlarını dövlətdən gizlətmək istəyirlər. Siyahıya baxdığınız Ramiz Mehdiyevin nələr var? Bitirmir ki. Bitmir. Bir nəfəsə oxumaq mümkün deyil. Mümkün deyil. Mümkün deyil. Yəni, onun bir kürəkəni vardı. Mən qapıdan qovalayırdım, Maliyyə Nazirliyi işləyəndə, pəncərədən girirdi içəriyə. Hər işlə məşğuldur, hər yerə mal, məhsul verib pullarını almaq istəyirdi. Təbii ki, mənim mövqüm sərtdir. Mən lazım gələndə ulu öndərə də yox deyirdim, pul yoxdur.